Aha, bugünkü dersimiz olacak fiziki mədəniyyət məşğələsi. Fiziki mədəniyyət məşğələsi. Fiziki mədəniyyət deyəndə, bax, əvvəl gəlin belə aktuallaşdırma edək də və yaxud da söz asosiasiyası işlüsünü, əvvəlki mövzulardan sual cavab edək. Fiziki mədəniyyət deyəndə, bax, söhbət nədən gedir? Ne aizdir? Sonra başqa hərəkətlər aizdir. Bax, baxçıda aizdir. Bəli. Bax, fiziki mədəniyyət məşğələsini biz hansı standartla götürə bilərik? Necə götürəcək? 1.1. Bəli, 1.1. Oxunuşu necə idi? Bəli. Birinci növbədə fiziki mədəniyyət məşğələsində biz nəyi bilməliyik? Fiziki mədəniyyət məşğələsində verilən tələblər. Verilən tələblər nələrdir? Artıq fiziki mədəniyyət məşğələsi biz çox vaxt eşitmişik ki, bax, zehni gərginlik tələb edən məşğələlərdən sonra həmişə idman dəqiqələri olur da. O məşğələ deyil. O sadəcə olaraq fiziki, bax, uşaqlar yorğun olur, yorğunluqları çıxar. Amma bu məşğələnin özünün ayrıca xüsusiyyətləri olacaq. Və eyni zamanda burada tərbiyəçi necə olmalıdır, zal meydança necə olmalıdır, bunun verilən tələblər nələrdir, bunlar haqqında danışacağıq. Verilən tələblər nələrdir? Birinci növbədə zal və meydança hazır olmalıdır. Hazır olmalıdır. Sonra bu məşğələ planlı getməlidir. Sonra məşğələ uşaqlara uyğun olmalı. Buna uşaq yönümlü yazsaq, yəqin ki, aydın olar da, hə, müəllimlər? Uşaq yönümlü olmalıdır. Yəni, məşğələnin, belə deyək də, özünün ay, sağ ol, bəli. Sonra hər bir əyani vəsait hazır olmalı. Əyani vəsait hazır olmalı. Orada bəzi əlavələr olacaq, onlara da baxarsınız. Yaxşı, bax, hazır olmalıdır. Yəni, ümumi şəkildə, belə deyək də, fiziki mədəniyyət məşğələsinə verilən tələblər, zal meydançanın düzgün şəkildə hazır olması, əyani vəsaitdir, bunlar hazır olmalıdır, planlı olmalıdır, uşaqların meyilmarağı nəzərə alınmalıdır, uşaqlara uyğun şəkildə tətbiq olunmalıdır. Bu oldu fiziki mədəniyyət məşğələsinə verilən tələblər. Bəs tərbiyəçi necə olmalıdır? Bu, sadəcə olaraq məşğələnin quruluşudur. Bəs tərbiyəçi necə olmalıdır? Düzdür, hər bir məşğələdə tərbiyəçi gülərüzlü olmalıdır, mehriban olmalıdır, pozitiv olmalıdır. Amma fiziki mədəniyyət məşğələsi elə bir məşğələ ki, burada artıq tərbiyəçi mütləq belə olmalıdır. Çünki təsəvvürün idmandır, oyundur, əyləncədir, yəni müəllimə belə kefsiz olsa, olar mı? Yəni olmaz, deyil mi? Qara qabaq olsa. Tərbiyəçi necə olmalıdır? Mehriban olmalıdır. Xoş rəftar etməli. Sonra səs tonu düzgün olmalıdır. Yəni, düzgün səs tonuna malik olmalıdır. Sonra düzgün başlamalı, yəni məşğələni düzgün başlamalı, düzgün davam etməli və bitirməlidir. Yəni, necə olmalıdır? Planlı, proqramlı. Hansı didaktik prinsipə əsaslanır? Nəticə, bəli, yönümlüyə. Bu testinizdə yoxdur. Yəni, bugün işləyəcəyiniz sınavda bunlar yoxdur. Bunlar gələn dərsiniz üçündür. Nəticə yönümlü olmalıdır. Sonra, deməli, bir də sonda qiymətləndirmə aparmağı da bacarmalıdır. Demək, nələri bildik fiziki mədəniyyət məşğələsində? Bir, ona verilən tələblər. Bir də ki, tərbiyəçiyə verilən tələblər nələrdir? Tərbiyəçi mehriban olmalıdır, xoş rəftar etməlidir, səs tonu mülayim səs tonu olmalıdır. Sonra düzgün başlamalı, davam etməli, bitirməlidir, nəticə yönümlü olmalıdır, sonunda qiymətləndirməyi bacarmalıdır. Bunlar aid oldu fiziki mədəniyyət məşğələsinə verilən tələblər və tərbiyəçiyə verilən tələblər. Bunu çəkək, zəhmət olmasa. İndi gəlin fiziki mədəniyyət məşğələsinin mərhələlərinə baxaq. Biz ekskursiyanı keçmişdik də, hə, müəllimlər? Ekskursiya neçə mərhələdən ibarətdir? Hazırlardır.
Növbətində son. Bəli, və sonda sondur, bəli. Elə fiziki mədəniyyət məşğələsi də 3 hissədən ibarət olacaq. Düzdür, adları fərqli olacaq. Hazırlıq deyil də, gediş deyil də, son deyil də, fərqli olacaq. Amma mahiyyət etibarilə eyni olacaq. Baxaq, birinci növbədə fiziki mədəniyyət məşğələsinin yazıram mərhələləri. Birinci, görək neçə hissədən ibarətdir. 3 hissədən ibarətdir. Birinci növbədə giriş hissə. Bura yazıram hazırlayıcı. Sonra əsas hissə. Bura yazıram gedişi. Və yekun hissə. Burada yazıram sonu. Bax, necə ki, ekskursiyada biz keçmişik, deməli, hazırlayıcı hissə, yəni birinci növbədə uşaqları hazırlayırdı. Burada da giriş hissədə uşaqları nə edirik? Hazırlayırıq. Artıq həm tutaq ki, fiziki mədəniyyət məşğələsi bugün uşaqlara öyrədəcəm sağ və sol anlayışı. Əvvəl, bax, giriş hissədə əvvəlcədən hazırlayıram. Uşaqların paltarları hazırlamalıdır, idman formaları geyinilməlidir. Ondan sonra bax, sadə, rahat hərəkətlər etməliyik, yavaş qaçışdır, yerişdir, bunları etməliyik. Sonra, bəli, sonra giriş hissədə bax, uşaq nəticə önümdə olmalıyıq da, əvvəlcədən planımızı qurmalıyıq ki, mən uşaqlarla necə məşğələ keçəcəm. Yəni, bura yazıram, elə planlı olmalı. Sonra, keçək ikinci, əsas hissə. Əsas hissə artıq məşğələ başladı. Məşğələ başladı və uşaqlara məşğələnin mərhələlərə uyğun şəkildə motivasiya qurmalıyam. Ondan sonra uşaqlara öyrətməliyəm. Tutaq ki, sağ-sol anlayışı necə olmalıdır. Onları bir cərgədən 2 cərgə olmağı öyrətməliyəm. Necə ki, fiziki mədəniyyət məşğələsində bu idman hərəkətlərdir. Biz daha çox bağçadan çox məktəbdə bu keçirilir, idmanlardır. Sonra yəni əsas hissədə artıq öyrədirəm, belə yazıram, öyrədirəm. Və burada motivasiya var, motivasiya və dərk etmək var. Dərk etmək, yəni uşaqların diqqətini cəlb edirəm öyrədən zaman. Sonra isə uşaqlara öyrədirəm. Yekun hissə sondur, artıq uşaqlar yoruldu. Yəni, əvvəlki təngi nəfəs olurlar da, qaçırlar, oyunlar, təngi nəfəs olurlar. Yekun hissədə axırda uşaqlara artıq əvvəlki vəziyyətlərinə geri qaytarırıq, onları sakitləşdiririk, ürək döyüntüləri sakitləşdirilir. Bu artıq yekun hissədə uşaqların, belə də yazacağıq ki, ürək döyüntüləri tezləşir və onları sakitləşdirməyə çalışırıq. Tezləşir və onları sakitləşdiririk. Yəni, onlar əvvəlki vəziyyətlərinə geri qaytarılır. Bir də, burada əsas nəyi bilməlisiniz? Giriş əsas yekun hissədə hər qrup üzrə fərqli dəqiqələr var. Məsələn, giriş hissədə orta qrupda 2-4 dəqiqə, böyük qrupda 4-6 dəqiqə olur, 5-6 dəqiqə də 5-6 yaş qrupunda olur. Sonra əsas hissədə də eyni zamanda 10-12 dəqiqə, sonra keçir 6-8 dəqiqədə əvəz olunur. Yekun hissədə də hər qrup üzrə. Hər qrup üzrə orta qrupda 2-4 dəqiqə, 4-6 dəqiqə isə məktəbə hazırlıq və böyük qruplarda keçirilir. Məsələn, fiziki mədəniyyət məşğələsi bu qədər. Bir dənə bunu da zəhmət olmasa çəkək.